Dodağımda heç bir gel falan yoxdur. Sadəcə düzgün çərçivə ilə necə daha həcmli dodaqlar əldə edilərik onu göstərəcəm. Payıza çox uyğun 2 ədəd dodaq boyası sizə göstərəcəm. Revolution'un bu soft pastelin bu dodaq boyası, Miss Stacy'nin bu dodaq qələmi 764'dür. Bu isə azacıq bronzer tətbiq edəcəm. Bu isə gördünüz. Mən ya çölə çıxartmadım, ya da çox içəri salmadım. Tam bu xəttimizin üstündən konturumuzu eləyirik. Hal-hazırda çərçivələdim, gəldim. Daha sonra belə bir başlıqlı fırçanız varsa, onunla konturu bu formada dağıdırsınız. Almaq istədiyim nəticə budur. Rengi tam bir payız rengidir. Bunu tətbiq elədim. Daha sonra Revolution'un bu o kadar qəşəngdir. Bu şəkildə oldu. Uyğun qiymətli məhsullardır. Videomun nə olmağını istəyirsinizsə aşağı şərtlərə yazın. Hələlik öpürəm.